Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Bu dəfə sizinlə çox ləzzətli, hazırlanması olduqca asan, üzəri xırçıltılı, içərisi yumşaq börək resepti bölüşürəm. Videomu bəyənməyi, sona kimi izləməyi və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Qaba duru yağ, süd, sirkə, ərdilmiş yağ, nişasta və un əlavə edib tel çırpıcı ilə yaxşı-yaxşı qarışdırıram. Bu sos lavaşları ıslatmaq üçündür, həm də çox gözəl dad və yumşaqlıq verir. Sosu hazırlayıb bir kənara qoyuram və istədilən ağ pendiri götürüb çəngəllə əzirəm. İçərisinə rəndelədiyim Holland pendirini və xırda doğradığım göyərtiləri əlavə edib qarışdırıram. Mən duz əlavə etmədim, çünki pendir duzlu idi. Əgər sizdə pendir şiddisə, duz əlavə edə bilərsiniz. Lavaşları götürürəm, hər birinin ortasını açıb, hazırladığımız sosdan fırça ilə hər tərəfindən çəkirəm. Bu reseptlə lavaşın arasına istənilən istilikdən qoya bilərsiniz. Toyuqla və yaxud da qiyma ilə hazırlaya bilərsiniz. Mən bu dəfə pendirlə etmək istədim və dadını çox bəyəndim. Hər tərəfindən sosu çəkdikdən sonra lavaşımızın üzərinə içlikdən bu şəkildə yerləşdirirəm uzun sof istiqamətdə. İstəsəniz yayıb da edə bilərsiniz. Mən bu şəkildə qoydum və bükürəm. Bükdükdən sonra gördüyünüz bu istiqamətdə içəri doğru büküb bu formaya gətirirəm və yağladığım soba listinin ortasına belə yerləşdirirəm. Digərlərini də eyni şəkildə hazırlayıb soba listində eyni istiqamətdə düzürük. Əvvəlki qoyduğumuz lavaşın bitdiyi istiqamətdən yeni lavaşımızı qoyub belə vururuq. Hər birini eyni qayda ilə hazırladıktan sonra mən belə bir asılıb bağlanan qaba qoydum ki, kənarları daha möhkəm otursun. Əgər sizdə sosdan qalıbsa, onun içərisinə bir ədəd yumurta əlavə edə bilərsiniz. Yox, qalmayıbsa, biraz duru yağ, biraz süd və bir ədəd yumurtanı birlikdə qarışdırıb bu şəkildə fırça ilə börəklərin üzərinə çəkirik. Hər tərəfinə bərabər şəkildə əlavə edirik və üzərinə biraz çörək otu səpib 180 dərəcə 200 dərəcəlik sobada bişməyə qoyuruq. Üzəri və kənarları tam qızarana qədər bişirib sobadan götürürük. Biraz dincəldikdən sonra kəsib servis edə bilərsiniz. Dadı ilə, ətri ilə, görüntüsü ilə çox gözəl bir börək oldu. Siz də mütləq hazırlayın. Nəticələri mənimlə bölüşməyi unutmayın. Və videomu bura qədər izləmişsinizsə, mütləq kanalıma abunə deyilsinizsə, abunə olun. Videolarımı bəyənin ki, daha çox insanın qarşısına çıxsın. Fikirlərinizi mütləq rəy bölməsində yazın. Bir də onu deyim ki, bu börək əl açması börəkdən heç nə ilə fərqlənmir. Sadəcə daha pratikdir, daha asan hazırlamaq olur və dadı da çox gözəl olur. İzlədiyiniz üçün təşəkkür edirəm. Yeni videolarımda görüşmək diləyilə.